Bağışlayan ve mehriban Allah'ın adıyla, əziz müsəlmanlar, İmam Zamanın xüsusiyyətlərindən biri də budur ki, o Həzrətin sarayı Kufə şəhərində yerləşəcəkdir. İmam Muhammed Baqir əleyhissalamdan gələn hədisdə belə deyilir. Qaimimiz Məkkədə zuhur etdikdən sonra Kufəyə tərəf yollanacaqdır. Xüsusiyyətlərindən biri də budur ki, Həzrəti İsa əleyhissalam İmam Zamanın arxasında namaz qılacaqdır. Belə ki, bunu Allah Taala Həzrəti İsa üçün bir fəzilət hesab etmişdir. Meyrac hədislərində gəlibdir ki, Allah Təbarək və Teala Peyğəmbəri Əkrəmə Meyracda ikən belə buyurmuşdu. Sənə öz rəhmətimlə Əlinin nəslindən olan 11 Məhdi, yəni Allah tərəfindən hidayət olunmuş övlad əta etdim. Onlar Fatimə əleyhissalamın bətnindən dünyaya gələcəklər. Onların sonuncusunun arxasında Həzrəti İsa ibn Məryəm əleyhissalam namaz qılacaqdır. Yeryüzü necə zülmlə dolmuşdusa da, eləcə də ədalətlə doldurulacaqdır. Onun vasitəsilə insanları həlakətdən qurtaracaq, körləri sağaldacaq və xəstələrə şifa verəcəyəm. Xüsusiyyətlərdən biri də budur ki, İmam Zaman əleyhissalam zuhur etdikdə məlun Dəccalı öldürəcəkdir. Dəccal qiblə əhlinə, yəni Məkkə əhalisinə tərəf göndərilmiş bir bəladır. Bu bəla İmam Zaman əleyhissalamın əli ilə aradan gedəcəkdir. Belə ki, bütün peyğəmbərlər öz zamanında cəmaatını, insanlarını Dəccalın gəlişi ilə qorxutmuşlar. Digər bir xüsusiyyəti budur ki, Həzrəti Əli əleyhissalamdan sonra İmam Zamandan başqa heç kəsin cənazəsinə 7 təkbirli cənazə namazı qılmaq caiz deyildir. Bu ancaq Əli və İmam Zaman haqqında gəlmişdir. Bilmək lazımdır ki, məsumlar üçün hər bir ayın əvvəlində müstəhəbbi təsbihlər, zikirlər vardır ki, onlar üçün deyilir. Məsələn, Peyğəmbər Əkrəmin təsbihi hər ayın əvvəli 1-ci günü, Həzrəti Əli üçün ayın 2-ci günü, Fatimə-i Zəhra üçün 3-cü günü, beləliklə də ayın 18-i və 18-dən sonra ayın sonuna kimi olunan zikir İmam Zaman ağaya xasdır və aiddir. Sahibə Zaman əleyhissalamın təsbihi ayın 18-dən ayın sonuna kimidir. O zikir və təsbih belədir. Subhanallahi adədə xalqih, Subhanallahi rida nəfsih, Subhanallahi midədə kəlimətih, Subhanallahi zinətə arşih, velhamdülillahi mislə zalik. Allah İmam Zaman əleyhissalamın zuhurunu tezləşdirsin inşallah. Amin.